Kenan yazmışsan sen de. Sırayla hər ikimizə də oxutduracam. Ləman birinci necə yazmışsan? Birincide annem yazmışam ki she reads a book quietly every day. Hər səhərdə axı burada. Everyday yox, nə Every olmalıdır? morning. Every morning. Every morning. Kenan ikini necə yazmışsan? The teacher explains question carefully. Okey. Ləman 3. Teacher gave a new book to her student. Olar. Her də olar, his də olar. Çünki teacher deyəndə həm kişi cinsində olur, həm qadında. Kenan 4-ü oxu görək. Hardworking students get better results. Get better results. Okey. 6 bəs Ləman. 6'da fluent English speakers get more opportunities. İngilis dilini yaxşı bilən insanlar daha çox imkan əldə edirlər. Odur. Bəli. Bir də oxu. Fluent English speakers get more opportunities. İngilis dilini yaxşı bilənlər. Fluent yazmısan. Bəli. Yaxşı bilənləri başqa cür necə yaza bilərik? Axı biz buna budaq cümlə kimi, mürəkkəb cümlə kimi demişdik. Necə demişdik? İnsanlar kim ki ingilis dilini yaxşı bilir. Necə deyirdik? People who know English language. Who know, uzatmasan da olar. Who know English well. Всё. Bəli. İngilis dilini yaxşı bilən insanlar. Bunu belə yazsan daha yaxşıdır. Have more opportunities. Kenan 7-ni necə yazmışsan? Kenan çıxdı. Eybi Kenan, Ləman sən oxu. 7'de yazmışam ki I have a phone which it is always down easily. Which it is always down. Yox, bax. I have a phone. Burasını düz yazmısan. Mənim bir telefonum var ki, hansı ki necə deyirdik telefon olanda? Cansızdır. That olacaq. Z dolar, which dolar. Ya Z yazırıq ya da which, hansı ki tez-tez xarab olur. Necə deyək tez-tez xarab olur? Always Always down. break down. Break down. Hı. Tez-tez də quickly. Şu. 8 bəs Ləman. 8'de she bought an interesting book which it was about children. She bought a book. Aha. Bəli. Which it was about children. Which it was yox. Bax sən which-dən sonra təzədən it yazmaq və ehtiyac yoxdur. Çünki zaten which-i mübtədə rolunda qoymuşsan ora. Elə bir iki dənə mübtədanı yan-yana yazmısan. It-i sil. Which was about children. Всё. Kenan 9. Bayaq çıxmışdın deyəsən. I am working a big company where everyone is kind. I am working a big company. Sən axı cümlədə deyir ki, mən böyük şirkətdə işləyirəm. Bəs dadəsi hanı? To ilə yazmalıydım müəllimə. Yox, dadə necə verək? Ya yaza bilərsən ki, I work for a big company. Ya da ki, I work at a big company yaza bilərsən dadə. Sonrasını düz yazmısan. Everyone is kind. Veya everyone is kind. Çünki şirkət yer bildirən sözdür. Yer bildirəndə də necə yazırdıq? Veya. Всё. 10 Ləman. This is the school where students exercises every day. Where students exercise yox, exercise every day. Bəli, mən çaşdım orada.
Okay. 11 bəs Kənan. I am working to get best results on every day. Mən yaxşı nəticə əldə etmək üçün hər gün çalışıram. Yox, bax, belə yazarsan onu. I work every day. Üçünü necə yazırdıq biz? Nədən istifadə edirdik? Ya to ilə ya for ilə yazırdım. Aha. I work every day to yaxşı nəticə əldə eləmək. Get better results. Всё. Bəs 12-ni oxu Kənan. He does sport for stay healthy. He does sport for stay healthy. Bəli. Və yaxud da yaza bilərsən ki, ay yo düz yazmısan. He does sport for stay healthy. Exercise yaza bilərsən. He exercise every day to stay healthy. Every day yoxdur, yoxsa yoxdur. 13 bəsləmə. Learning a foreign language is important for every student. Okay, düzdür. 14 bəs Kənan. It's useful to read a book every day. It is useful to read a book every day. Və yaxud da bunun tərsinə başqaca necə yaza bilərsən? Hər gün kitab oxumağı mübtəda kimi necə yaza bilərik? Ya which-lə yazatla. Yo. Reading a book every day. Bu oldu bizim mübtədamız. Is useful. Tərsinə yazdıq. Elə bil ki, sənin cümləvi. Belə də yaza bilərsən. Bəs 15 ləman. I finished my homework and watched the TV. Okay. 16 Kənan. He went to store and bought new clothes. Okay. 17 bəs ləman. I wanted to go to park, but the weather was rainy. Düzdür. Aha. 19. Yox, 18 Kənan. He works hard but failed the exam. Works. Bəli, works yazır. Çalışdırırsa çalışdı. Onda necə olacaq? Keçmiş zamanda necə yazacağıq? İdi ilə də Kənan. Worked olacaq. He worked olacaq. He worked hard. Amma imtahandan keçə bilmədi. Bilmədi. But failed the exam. Bilmək bacarmağı keçmişdi axı modal feil kimi. Keçmiş zamanda necə olurdu? Sənin keçmişi nədir? Could. But he couldn't pass the exam olacaq. Axı burada bilmək, bacarmaq feili var. Onu could'dan yazmalısın. Düzəldərsən Kənan. Bəs 19 Ləman. Although the weather was cold, we went for a walk. Aha. Bəs 20 Kənan. Although the exam was hard, he get high score. He get yox. Keçmişdə də axı aldı. Got He olacaq got mənim. olacaq. He got a high score. Bəs 21 Ləman. In spite of the rain, we went to the park. Aha. 22 bəs Kənan. Also he's tired, he continued to study. Ben buna göre soruşdum. Kənan keçən dəfə Telegramda yay qrupunda da bunu səhv yazmışdın. Dedim Kənanı öldürəcəm. Təzə keçmiş gözdə. Axı biz demişdik ki, özündən sonra söz ya da söz birləşməsi gələndə hansı baxmayaraq kidən istifadə eləyirdik? Despite-la, in spite of-la. In spite of-la, despite-dan. Burada deyirik ki, yorğun olmasına baxmayaraq, despite being tired, bu axı feili birləşmədir. Ona görə despite olacaq. O dərs oxumağa davam etdirəcək yazmısan. He continued to study. Continued olacaq. Əgər elə yazmısansa düzdür. Çünki keçmiş zamandadır, etdi. Bəs yaxşı, 23 Ləman.
I stayed at home because I was not feeling well. I was not feeling well. Okay. Bəs sinsə necə çevirmisən? Since I was not feeling well, I stayed at home. Aha. Bəs 24 Kənan. Birini də sən oxu bundan. He learn English language every day because he want to work abroad at the future. At the future yox. In the future. Gələcəkdə in olur. In the future. Bir də başlığın bir dənə də oxu. He learn English language every day because he want to work Learn yox. abroad. Learn yox Kənan. Learns. Axı üçüncü şəxsin təkindədir. Esin yazmamısan. Oldu mən. Sonra bəs sinsə necə çevirmisən? Sinsə çevirməmişəm o cümləni. Necə çevirərik səncə? İkinci tərəfi Gəl buradan qoyacaq. birinci formasını yazaq. Buradan yazaq gözünün qabağında olsun, özünü çevir. He learns English every day. English language uzatmaya da bilərsən. English də yaza bilərsən. He learns English every day because çünki nə etmək istəyir? Gələcəkdə xaricdə işləmək istəyir. He wants to work abroad. Və bir də yadınızda saxlayın ki, abroad'un qabağında heç vaxt preposition olmaz. At abroad falan heç vaxt olmaz. In the future. Gələcəkdə də in the future olur. İndi sinsə necə çevirirdik Kənan? İkinci tərəfi verirdik əvvələ. Sinsi də cümlənin əvvəlində. Since ver əvvələ ikinci tərəfi. He wants to work abroad in the future. Aha, he wants to work abroad in the future. Sonra in the future sonrası necə olacaq? Sonra birinci tərəfi yazacaq. Learns English every day. Hə, şu. Bunu yaza bilməmsən, niyə yazmamısan? Bəli, yaza bilməmişdim. Sinsə çevirə bilməmişdim. Asan da mı? Evi tərsinə çevirirsən cümləni. İndi başa düşdün? Bəli, aydındır. Okay. Ləman 25 bəs. If you practice every day, you will get better results. If you practice every day, you will. You will get better results. Aha. Bəs 26 Kənan. If rains tomorrow, then we will stay home. If it rains tomorrow. Bəs mübtədanı yazmamısan axı. We will. Stay home. Bəs evdə necə deyəcək? Prepositionları geyirsən At sən. home. At home. Bəs 27 Ləman. I love this work, but salary is very low. Aha. Sonra bəs 28. Burada iki tərəfli bir siz niyə yazmısan? Burada however-ını da yaza bilərik ona görə. However, the salary is very low. Və yaxud da belə yazmaq olar. Ona görə yazmışdım ki, but-la however-nin sinonim olduğunu da biləsiniz. 28 bəs Kənan. He worked hard, but he will not complete the project at the moment. Bax, burada yenə sən bilmədiyini yazmamısan. İndi necə olacaq? Couldn't Bilmək olacaq. bacarılmaz. Aha. He worked hard, but İndi buradan sonrasını de. He could not the project at the moment. He couldn't nə bəs feilin anı? Bitirə bilmədi. Complete. Complete tamamlamaqda amma bitirməyi finish yaza bilərsən. But he couldn't finish the project vaxtında. On time. Vaxtında deyəndə on time olur. At the moment hal-hazırda deməkdir. Bəs 29 Ləman. Some people prefer to work at home. The others consider to work in an office. Neçənci il 29. Some people prefer working from home. Evdən, dandan. Mən bunu, axı biz bunu while-la eləyirdik.
Bəli, while qoymamışam. While. İndi sonra cümlə, o birisi cümlə. Others prefer ofisdə işləməyi daha faydalı hesab edirlər. Working in the office. İstiyorum. Mənim Bəs orada working-in yerinə to work yazsam eynidir də. eyni şey olar. Keçən dəfə onu da qeyd eləmişdik. Bəs 30 Kənan. Some people like to live in city while others prefer the countryside. Countryside. Hə, olar. Və yaxud da rural life da yaza bilərsən bura, kənd həyatını. O da olar. Bəs 31 Ləman. 31'i biraz karıştırmışam. With the technologies help, students can study effectively. Bizdə technologies help yox. Bax, canlıların yiyəlik Ha, halını can düzəldəndə apostrof s olurdu. Bəs cansızlarda necə eləyək onu? Ofla düzəlirdi. Ofla. Onda necə olacaq? Texnologiyanın köməyi. Help of technology. Aha. İndi ilə. With the help With of the help of technology. technology, Mhm. students Students can study effectively. more effectively. Daha var burada. Yani, Moru da yazmır. Bəs 32 Kənan. Without enough practice, students cannot achieve high scores. Aha. Praktik yox, practice. Bəli. Bəs 33 Ləman. by working hard, people can achieve their goals. Aha. Bəs 34 Kənan. 10 yazmamışam. 32 kimi yazmış. 33 kimi daha doğrusu. Yaza bilməmsən yoxsa necə? Yox, mənim özüm yazmadım. Yəni Niyə çatdıra Kənan? bilmədim. Sən 33 kimin gəlməyə nə vadar elədi 34-dən sonra dayandın. Yaxşı Ləman, sən oxu, Kənan da bizə kömək eləsin. 34'te yazmışam ki I dream of living abroad in the future. Aha, bu ofdan işlənən feillərdir. Demişdik ki, ofdan işlənəndə özündən sonra ing-li feil gəlir. Bəs 35 necə olacaq onda? She is afraid of making faults. Aha, false da olar, mistakes da olar. 36 I think learning a new language. Belə yazmışam. I think learning a new language. Okay. Bəs 37 People who know foreign language get more job opportunities. daha çox iş. Aha. Bəs 38 Students who study at university have more opportunities. Axırıncını da oxu. Books which are written by famous authors are often popular. Bax, bunu daha qısa da yaza bilərsən. Books written by famous yazıçılar, writers. Sonra sən dediyin are çox vaxt məşhur olurlar. Often popular. Belə də yaza bilərsən. Da uzatmaya da bilərsən də. Yəni books which are written. Amma sən yazdığın versiyada düzdür. Ümumiyyətcə cümlə quruluşu, cümlə qurmaq ikinizə də aydındır. Aydın Yəni biraz da olsa ilerləmə hiss eləyirsinizsə, cümlə qura bilirsiniz. Bəli, müəllim. Bəli. Okay, indi birinci şey keçəcəm sizə essenin quruluşunu. Ondan sonra səhv eləmirəmsə ev tapşırığı vermişdim. Onun səhvlərinə baxarıq. Bir dənə özümə boş yer tapım. Görüm burada boş yer var. Proqramın özündə açanda donma verir, amma
Səsim bağlıymış, özümə danışıram mən də. Esse yazmaqla tanış olmusunuz heç uşaqlar? Universitetdə falan keçmisiniz, esse necə yazılır? Universitetdə müəllim ikinci kursda görmüşəm. Bu Xeyr, magistr. mən də keçim. Tamam. Əslində çətin deyil. Cümlə quruluşunu bilsəz, essedə heç bir problem olmayacaq. Deməli, gəlin başlayaq. Buradan yazaq esse. Ümumiyyətcə siz imtahanda iki cür esse ilə qarşılaşacaqsınız. Birincisi agree disagree'dir. Razıyam, narazıyam. İkincisi də advantage, disadvantage essesidir. Üstünlük və qeyri-üstünlük. Bu agree disagree'yə opinion esse də deyirlər. Yəni elə versələr qarışdırmayın. Deməli, magistr imtahanında uşaqlar essenin söz limiti 150-180 söz aralığında dəyişir. Esse-viz 150-180 sözdən ibarət olmalıdır. Yəni birinci baxdıqları söz limitidir. Siz burada düşə bilərsiniz 130 sözə kimi, 130-135 sözə kimi düşə bilərsiniz. Amma quruluşunuz düz olduğu təqdirdə düşə bilərsiniz. Və yaxud da qalxa bilərsiniz 220-230 sözə kimi. Yenə deyirəm, quruluşunuz düzgün olsa daha çox yaza bilərsiniz. Sonra esse-viz ibarət olacaq 4 dənə hissədən. Birinci hissəmiz olacaq introduction, bu istənilən esseyə aiddir. Introduction yəni giriş. İkinci hissəmiz olacaq body 1, əsas hissə 1. Üçüncü olacaq body 2, əsas hissə 2. Dördüncü hissəmiz də olacaq conclusion, yəni nəticə. Biz bugün danışacağıq introduction'dan, girişdən. Çünki full esseni keçmək çox vaxt aparır. Deməli, esse-viz bu 4 dənə hissədən ibarət olacaq. Bax, həmişə birinci baxırlar söz limitinə, görüm söz limitinə düzgün riayət eləyibmi. Sonra baxırlar bu hissələrə və uşaqlar yadınızda saxlayın ki, tutaq ki də başlamısan girişi yazmağa, o uşaq vaxt müəllimlər deyir bir barmaq qoy abzasın bilinsin. Burada da elə olmalıdır. Abzaslarınızı bilindirin ki, mənim 4 dənə abzasım var. O dəqiqə yoxlayan adam bilir ki, sənin essedən anlayışın var deyə sən abzasını qoymuşsan. Biz dedik ki, biz bugün danışacağıq introduction'dan. Introduction'ımız da hissələrdən ibarətdir. Necə ibarətdir? Introduction'da birinci, sizə verilən essenin adını parafrez eləyəcəksiniz. Parafrezi mən sizə keçən dəfə demişdim ki, verilən cümlə ilə eyni mənaya uyğun gələn ikinci bir cümləni yazmaq parafrez hesab olunur. Parafrezi iki cür eləyə bilərsiniz. Ya verilən sözləri sinonimlərlə əvəzləyə bilərsiniz, ya da ki, inversiya yarada bilərsiniz. Söz sıralarının yerini də dəyişmək olar. O necə ki, biz bayaqlarım batı əvəz eləyirdik, since-lə yazırdıq və yaxud da cümlənin while-la yazırdıq. O parafrezi, yəni. Verilən cümlənin olduğu kimi saxlayırsan, ikincisində öz fikrini yazırsan. Sonra ikinci hissəmiz ondan ibarət olacaq ki, your opinion, sənin fikrin nədir bəs? Tutaq ki də essenin adını verib ki, bu günümüzdə texnologiyalardan istifadə uşaqları geri salır. Sən bu fikirlə razısan, yoxsa narazısan? Tutaq ki, deyirsən ki, mən bu fikirlə narazıyam. Mən hal-hazırda danışıram agree disagree hissəsini. Deyirsən ki, I disagree with this opinion falan səbəblərə görə. Bu oldu sənin fikrin. Öz fikrini yazandan sonra essenin üstünə də baxacaq ki, tam otursun. Öz fikrini yazandan sonra thesis statement yazırsan burada. Yəni ki, thesis statement nə deməkdir? Sən yazacağın essedə nədən danışacaqsan, nə haqqında danışacaqsan, bu oldu introduction hissələri. Bir də ki, uşaqlar, mən hər ehtimal bunu sizə də deyim, hook sentence deyilən bir şey var. Düzdür, bunu çox müəllim demir, amma mən deyirəm ki, bal gətirir. Hook sentence nə deməkdir? Qarmaq cümlə. Elə ki, esseyə başlayan kimi və bu arada bu parafrazdən də əvvəl olur. Sən esseyə başlayan kimi
Elə bir fikir yazırsan ki, sənin essevi oxuyan adamın diqqətini cəlb edirsən ki, mənim essemi oxumalısan. Tutaq ki, esseniz texnologiya haqqındadır. Deyirsən ki, texnologiya günümüzü zəbt edən mövzulardan biridir və yaxud da AI, süni intellekt günümüzü zəbt edən mövzulardan biridir. Sən bu şəkildə cümlə ilə başlayan kimi adamın fikrini çəkirsən ki, görəsən texnologiyadır, AI-dır, bunlar nədir ki, günümüzü zəbt edib? Bu hook sentence-dir, bax. İzləyicinin, oxucunun fikrini çəkmək üçün yazılan bir cümləyə hook sentence deyilir. Всё, bu oldu introduction hissələri. Introductiondan sonra bodylər gəlir. Əslində onların elə bir hissəsi yoxdur. Bodylərdə nə edirsiniz? Burada dedim your opinion fikrini yazırsan. Burada 2 dənə səbəb verirsiniz. 2 dənə reason verirsiniz ki, tutaq ki, agree disagree hissəsidir. 2 dənə razılıq səbəbi verirsən ki, mən bu fikirlərə görə razıyam. Səbəblərindən birincisini gətirib body 1-də danışırsan, ikincisi haqqında da body 2-də danışırsan. Və agree disagree ilə advantage disadvantage-in fərqi sizə maraqlı ola bilər. Bunların fərqi nədir? Agree disagree hissəsində əgər sən esse ilə tutaq ki, razı olmusansa, agree olmusansa, hər iki fikrin agree olmalıdır. Hər iki body'ndə razılıqdan danışmalısan. Amma advantage disadvantage-də əgər bir dənə müsbət səbəb yazmısansa, mütləq bir dənə də mənfi səbəb yazmalısan. Ola bilər ki, 2 dənə səbəb tapa bilmirsən. Öz müsbət səbəbini yaz. Bildir ki, mən daha çox müsbətdən yanayam, amma bu fikrin mənfi tərəfləri də var. Yəni onu bildirməlisən ki, mənfi tərəfləri var. Amma agree disagree-də hər iki səbəbiniz də eyni olmalıdır. Ya agree olmalısan, ya da disagree olmalısan. Bura kimi dediklərim aydındır sizə uşaqlar. Aydındır mənim. Aydındır mənim. Okey, indi bu ekranı silirəm. Ekranı silək, bir dənə esse yazaq, esse adı yazaq, üstündə izah eləyək. Evə birinci introduction yazmaq verəcəm. Introduction olsa əsas parafrazdır. Cümlə quruluşunu keçmişik, məncə çox da çətin gəlməyəcək sizə. Zaten praktik elədikcə asanlaşır ingilis dili, hər şeyi. Gəlin bir dənə esse adı yazaq. Tutaq ki, deyirik ki, some people believe that some believe that universitet tələbələri, university students should study elə bir yazaq ki, bəzi insanlar inanırlar ki, universitet tələbələri ancaq öz ixtisaslarına uyğun fənləri öyrənməlidirlər. Necə yazaq? Should study only subjects. Fənləri öyrənməlidirlər. Hansı ki, that are gələcək karyeralarına əlaqəlidir. Əlaqəli related to their future careers. Amma deyək, digərləri deyirlər ki, others think, digərləri düşünürlər ki, that students, tələbələr müxtəlif fənlər öyrənməlidirlər. Yəni fərqli, hər şeyə aid olan fənləri necə yazaq? A wide range of subjects. Sonra da yazırlar ki, bax, essenin adı bu boyda olur. Uşaqlar deyir ki, bu boyda esse adı olar. Do you agree or disagree? Həmişə belə olur, yoldaşlar. Essenin adı həmişə uzun olur. Biz də indi introduction yazmağa çalışırıq. Dedik ki, introductionda birinci nə edirik? Birinci, əgər bacarırıqsa, hook sentence yazaq, qarmaq cümlə. İkinci dedik ki, paraphrase eləyirik.
Üçüncü öz opinionumuzu yazırıq. Sonra da thesis statement yazırdıq. Thesis statement. Hələ ki hook sentence-dən paraphrase eləyək. Bunlar sonranın işidir. İlk başda hamısını desək çətin gələr sizə. Deməli, bax yazdıq ki, bəzi insanlar inanırlar ki, uşaqlar ancaq gələcək karyeralarına bağlı olan fənləri öyrənməlidirlər. Digərləri də düşünürlər ki, a wide range of subjects, müxtəlif, yəni qollardan olan fənləri öyrənməlidirlər. Sən bu fikirlə razısan, yoxsa narazısan? İndi birinci yoldaşlar, birinci nə etməlisiniz? Esseyə sizə yarım saat vaxt verirlər. O yarım saatını heç olmasa bir 10 dəqiqəsini oturun fikirləşin ki, belə dolğun fikirlər yazasınız da, məntiqsiz şeylər yazmayasınız. Məsələn, indi bu fikir üstündə düşünün ki, siz buna nə yaza bilərsiniz? Yəni sizin fikriniz nədir? Sizcə uşaqlar ancaq gələcəyinə yönümlü şeylər öyrənməlidirlər, yoxsa müxtəlif fənlər öyrənməlidirlər? Tutaq getmisiniz imtahana, sizə bu esse düşüb. Nə deyərsiniz? Biraz fikirləşin. Hə, Ləman? Kənan, Ləman. Məncə daha fərqli fənlər öyrənməlidirlər. Okey, tutaq ki, yazdın ki, daha fərqli öyrənməlidir. Bəs səbəb olaraq nə verəcəksən, onu bilirsən? Səbəb olaraq yazaram ki, bir ixtisas üzərində təkmilləşməməlidirlər də, çünki dünya inkişaf eləyir, yəni ona görə də başqa fənlər də onlara lazım ola bilər gələcəkdə. Okey, elə yazmaq olar. Bəs sən Kənan? Məncə də yəni bir neçə ixtisas öyrənmələrini yazaram. Amma əsaslanmanı belə verə bilərəm ki, gələcək iş imkanları üçün bir neçə fənnin öyrənilməsi əsas götürülə bilər. Yəni Okey. karyera mənasında. Gəlin birinci, dedik ki, birinci hook sentence yazırıq da, düzdür? Elə bir cümlə yazaq ki, oxucuların diqqətini çəkək. Bizim essemiz education haqqındadır da, təhsil haqqındadır, düzdür? Birinci yazaq ki, universitet təhsili, bu bizim hook sentence'imizdir. University education plays an important role, önemli rol oynuyor. Tutaq ki, deyək ki, gəncləri gələcəyə hazırlamaqda önəmli rol oynuyor. In preparing young people for their future careers. Okey, bu olsun hook sentence'imiz. Yəni, bura kimi olsun hook sentence. Bunun dalıyca da dedik, eləməliyik, paraphrase eləməliyik. Ümumiyyət, uşaqlar, yadınızda saxlayın ki, həmişə paraphrase eləyəndə bəzi şablon sözlər var, onlarla başlayırsınız. Tutaq ki, biri elə bu essenin başladığı some people believe that-dir. Sonra yaza bilərsiniz ki, some people argue that. Sonra yaza bilərsiniz ki, it is believed that. Belə sözlərlə başlaya bilərsiniz. Və yaxud da there is a debate about that. Belə şeylərlə başlaya bilərsiniz. Bunun sizə PDF-ini göndərəcəm. İndi buradan mən yazıram ki, prost alt-alta yazacağım ki, fərqləndirə bilərsiniz. Bu hookdur. Bu hook sentence-dir. İndi altından essenin paraphrase eləyəcəm. Paraphrasimiz necə olacaq? Deyirəm ki, there is a debate. Debat var, yəni müzakirə var. Nə haqqında? Uşaqlar gələcək yönümlü təhsil almalıdırlar, yoxsa müxtəlif fənlərdən təhsil almalıdırlar? There is a debate about filan şey haqqında müzakirə var. Filan şey dediyimiz nədir? Vəzə mımi deməkdir uşaqlar. Mən biraz mürəkkəb yazacağam, siz istədiyiniz kimi yaza bilərsiniz. Vəzə university students. Bizim birinci şeyimiz nədir?
Study only subjects that are directly related to their future careers. Ancaq gələcək karyeralarına yönümlü fənlərdən oxumalıdırlar, təhsil almalıdırlar. Biz indi həmin cümləni dəyişək. Mən deyirəm ki, students should focus on subjects. Yəni fənlərə fokuslanmalıdırlar. Hansı fənlərə? Connected to their, orada relateddir. Mən dəyişdim, elədim connected, əlaqəlidir. To their future professions. Karyeramda dəyişdim, professional dedim, iş vəzifə. Sonra ikinci tərəfimiz nədir? İkinci tərəfimiz də odur ki, mən cümləni mürəkkəb kimi yazıram. Yəni ayrı-ayrı cümlələrdə yazmıram. İkinci tərəfdə də a wide range of subjects, müxtəlif fənlərdən təhsil almaq. Sonra da yazacağıq ki, or, yoxsa onlar nə etməlidirlər? Or və they should get, onlar almalıdırlar nə? Broader education, daha geniş təhsil almalıdırlar. Müxtəlif fənləri dəyişdi elədik, daha geniş təhsil. Education by studying different fields, müxtəlif sahələri öyrənməklə. Bu da oldu bizim essemizin ikinci tərəfi. Всё, bu da oldu paraphrase. Baxın, esseni belə paraphrase eləyəcəksiniz. Gördünüz? Burada tutaq ki, related yazılmışdı. Mən gəldim, burada dəyişdim, elədim connected. Sonra future careers yazılıb. Dəyişdim, elədim future professions. Başqa nəyi dəyişdik? Wide range of subjects'dir. Dəyişdik a broader education, daha geniş təhsillə. Всё, paraphrase budur. Ya sinonimdən əvəz eləyirik, ya da inversiya yaradırıq. Bura kimi okeydirsə ikimizə də. Bəli. İndi biz dedik ki, müxtəlif fənləri təhsil almağından yanayıq. İndi öz fikrimizi yazaq gəlin. Yazıram ki, I believe that, baxın bu da şablon sözdür. Şablon sözləri atacağım sizə. I believe that, mən inanıram ki, müxtəlif fənlərdən təhsil almaq daha yararlıdır. Necə deyə bilərik? Müxtəlif fənlərdən təhsil almaq. A variety of subjects, variety sözünü keçmişdik. A variety of subjects can be, daha yararlı ola bilər. More beneficial for students. Всё. Bildiyiniz bütün sözlərdən ibarət bir dənə hissə yazdıq. Introduction yazdıq daha doğrusu. Burada yazaq ki, your opinion. Bu da bizim fikrimiz. Всё, bu da oldu hissə. İstəyirsiz şəklini çəkin, çünki evə də bilim verəcəm. Okeydir sizə bura kimi. Bəli. Tamam. Gəlin bir dənəsini də yazaq onda. Burada sizə biraz vaxt verəcəm, siz də fikirləşin. Daha buranı təmizləyək. Bir dənə də esse adı yazacağım. Parafraz eləməyə çalışın. Birində işləməklə bağlı yazaq. Yazaq ki, some people think that. Bəzi insanlar düşünürlər ki, evdən işləmək, ofisdə işləməkdən daha yaxşıdır. Working from home is better than, daha yaxşıdır. Nədən? Ofisdə işləməkdən. Working in an office. In an office. Do you agree or disagree? With this statement.
İndi bir dəqiqə falan bu esse üstündə düşünün. Fikrinizi formalaşdırın. Sonra parafraz eləyək. Nə deyərsən Ləman bu haqda? Ya da Kənan sən hansınız fikirləşdinizsə? Məncə ixtisasdan asılı olan bir şeydir. Çünki bəzi ixtisaslarda elədir ki, onlarda ofisdə olan şərait elədir ki, məsələn, o evdən işləyə bilməz də. Amma belə normalda evdən işləmək daha yaxşıdır məncə də, rahatlıq baxımından. Okey, bəs Kənan sən? Ofisdən işləmək daha yaxşıdır. Çünki mənim fikrimcə ofisdə işləmək müəyyən qədər, məsələn, evdə işləmək tənbəllik yarada bilər. Yəni belə əlaqələndirir. Okey, o da olar. İndi gəlin birinci parafraz eləyək, heç hook yazmayaq. Ənənəvi esse necə yazılırsa elə yazaq. Dedik ki, birinci şablon sözdən istifadə eləməliyik. Şablon sözün birini yazaq ki, it is often argued that. Mübahisə edilir ki, bax bu şablon sözdür. Essemizi parafraz eləyək. Parafraz necə eləyəcəyik? Mənasını saxlayırıq, müxtəlif sözlərlə, sinonimlərlə əvəz eləyirik. Evdən işləmək nə sayılır? Remote work sayılır da, uzaqdan işləmək, düzdür? Ofisdə işləmək də ənənəvidir, o da traditional work'dur. İndi bu sözlərdən istifadə eləyək, parafraz eləyək ki, working remotely offers daha çox avantajlar təklif eləyir bizə. Necə yazaq? Greater advantage than nədən daha çox? Ofisdə işləməkdən, daha doğrusu uzaqdan işləmək, ofisdən işləməkdən, hə. Than working dedik ki, ofisdə işləmək traditionaldır, ənənəvidir. In a traditional office environment, ofis mühiti. Biraz dəyişək ki, eyni olmasın da. Sonra tutaq ki, gəlin Ləmanın yazdığı ilə, Ləman dediyi ilə eləyək ki, evdən işləmək daha yaxşıdır. Deyək ki, I agree, çünki essemizdə deyir ki, evdən işləmək daha yaxşıdır. Mən razıyam bu fikirlə, bu görüşlə. I agree with this view da deyə bilərsiniz, with this opinion da deyə bilərsiniz, o sizə baxır. I agree with this view because, çünki, niyə? Dedin ki, daha rahat olur da, düzdür. Deyək ki, working from home, evdən işləmək bizi nə ilə təmin edə bilər? Can provide, bizi yox, işçiləri daha doğrusu. Can provide employees with daha rahat ofis mühiti ilə təmin edir, daha rahat iş mühiti ilə təmin edir. Necə deyək? With a more comfortable office ya da ki working environment. Bildiniz parafraz necə olunur? Aynen. Yaza biləcəksiniz evə versəm. Əslində cümlə quruluşunu bilirsə yaza bilməlisiniz. Bir dənə essenin quruluşuna, ardıcıllığına riayət etsəz heç bir problem olmayacaq.
İkimizə də aydındır, essenin quruluşu necə olmalıdır, introduction necə eləməliyik. Aydındır mənim. Kənan, sənə də aydındır? Bəli, müəllim. Tamam, evə verəcəm 2 dənə parafraz. Hər iki parafrazla davam eləyək. Introduction-la daha doğrusu. Sonra bütöv esse yazmağa keçərik. İndi mən sizə leksik bölmədən 60 dənə test vermişdim deyəsən. Səhvlərin yazın, başlayaq ev tapşırığına indi. Dəqiqə açım. İkiniz də yazdınız, başlayaq onda. Altmış üç Kənanın səhvidir. Deyir ki, wrong ending, yanlış sonluğu seç. Deməli, 4 dənəsi müsbət olmalıdır, bir dənəsi mənfi, yanlış deyirsə. If students want to pass their exam successfully, əgər tələbələr imtahandan uğurla keçmək istəyirsə, onlar nə etməlidirlər? Work hard, çox çalışmalıdırlar, düzdür. Be diligent, çalışqan olmalıdırlar. Do their best, ən yaxşını eləməlidirlər. Not to be tired of learning, öyrənməkdən yorulmamalıdırlar. Amma C variantında waste time nə deməkdir? Vaxtlarını boşa sərf eləməlidirlər. Bizdən yanlış olanı soruşaq. Yanlış olan C variantıdır. Yəqin ki, başlığını oxumamısan, Kənan, elə götürüb anı yazmısan. Bəli, müəllim. A yazmışdım. Okey. İndi baxaq 70-ə. 70-də Ləmanın səhvidir. 70-də deyəsən 2 dənə cavab var idi. Bir dənə baxım. The result of my first test in chemistry was bad. Deyir ki, kimya testindən, daha doğrusu kimya imtahanından ilk nəticəm pis oldu. A'da yazılıb ki, it is because you have had a lot of practice taking chemistry test. Deyir, çünki sən çoxlu praktik eləmişsən. Çoxlu praktik eləsə yaxşı olmaz, pis olmaz da axı. Therefore, you have to study much harder. Buna görə də sən daha çox çalışmalısan. B okeydir. Receive my congratulations. Deyir ki, təbriklərimi deyərsən. Nə əlaqəsi var? Go to your chemistry teacher for advice and help. Deyir, kimya müəlliminin yanına məsləhət və kömək üçün get. D-də olar. Amma Y-də yazıb ki, I think you are ahead of others. Sən o birilərlə qabaqdasan. Y-də uyğun deyil. B-də olar, D-də olar. Əgər ikisindən birini götürmüsənsə, düzdür Ləman. Bəli, müəllim, B götürmüşdüm. Olar, o da düzdür. Bir dənə bunda 2 dənə cavab var idi. Bilmirəm niyə. 83. If a young man has a seat in a crowded bus. Deyir ki, əgər gənc birinin izdihamlı avtobusda, yəni basa-bas avtobusda yeri varsa, and sees an old lady getting on, he must. Deyir, amma görür ki, bir dənə yaşlı qadın ayaq üstədir. Nə etməlidir? Offer her his seat. Öz yerini ona verməlidir. A variantı. B-nin tərcüməsi nədir bəs müəllim? Stand ayaq üstə durmaq deyə Ləman. Deyir, onu ayaq üstə durmağına icazə verməlidir. Durmaq, dayanmaq. Mən onu yer vermək mənasında başa düşdüm. Biz elədiyimiz C variantıdır. Sit with closed eyes. Gözünü yummalıdır, oturmalıdır. Güya ki, yatıb. Bəli. Valla indikləri o yaraşır əslində. Mən bir dəfə bir dənəsinə yer vermişdim. Yaşlıydı da. Mənə qayıtdı, dedi ki, mən qocayam. Oturduğu yerində. Mən qoca adam, sən mənə yer versən. Amma qocaydı. Yaxşılıq yoxdur ki. 95-ə baxaq.
95'də üçünə də aid olan bir variantı seçməlisən. Speed limit sürət həddidir. Silence by Kafik öskürərək sakitliyi neyləmək, pozmaq olar yəqin ki. Burglars in while we were away. Bunların hamısına uyğun olacaq broke. Bax, broke de speed limit sürət həddini aşmaq. Broke de silence sakitliyi pozmaq. Burglars broke in while o deməkdir ki, oğrular bizim evimizə daxil olublar. Evimizi basıblar. Hamısına uyğun olacaq broke. Okeydi Kenan. Bəli, müəllim. Soram 103, 104. I am sorry. Deyir ki, üzgünəm. Üzgünəmsə, mənfi bir şey qoymalıyıq birinci tərəfimizə. Apologize, üzr istəmək. Səndən üzr istədiyimə görə üzgünəm deməyəcəksiniz ki. D də gedir, Y də gedir. Səni narahat elədiyimə görə üzgünəm. A, B, C üçü də eyni şeyi verir. Deyir ki, amma, anam, why Mike hasn't come yet? Niyə hələ də Mike gəlmədiyi üçün narahat da olar da? Onda necə olacaq? I am sorry to trouble you, but mom worries why Mike hasn't come yet. Cavab olacaq C variantı. Praises tərifləməkdir, punish də cəzalandırmaqdır. Hələ bu gəlib çıxmayıb axı cəzalandırsın. Ona görə cavab olur C. Trouble qorxmaq mənasında deyildi. Yox, trouble narahatlıq verməkdir, qorxmaq deyil. Mən qorxmaq başa düşmüşdüm. Yox, trouble narahat etmək. 104 Cerundla bağlıdır. Əslində bizim qəbula düşmür. Amma gəlin yenə də baxaq. Bax, özünü xəstə hiss edərək deyəndə ing-li olacaq. Feeling ill qalırıq C ilə D-nin arasında. Torpağa yıxıldı. Necə olacaq? Fall'un ikinci forması nədir? Fell. Cavab olur D. Bu əslində bizim qəbula düşmür, amma yenə də baxaq. Baxdıq daha doğrusu. Fall, fell, fallen olur. Fall yıxılmaqdır. İkinci forması felldir. Üçüncü forması da fallendır. Torpağa yıxıldı deyirsə, olacaq fell into the ground. Fell to the ground. Cavab olur D. 104-dən sonra gəlir 106. Baxaq 106-ya. What notice might you see at a box office? Bu əslində bizə düşmür. Deyir ki, box office bilirsiniz nədir? Kassa deməkdir. Hə, kassa. Deyir ki, sən kassanın üstündə hansı işarəni görə bilərsən? Sold out satıldı. Mind the step. Yəni addımlarınıza fikir verin də məsafə saxlayın. Mind your head. Başınıza diqqət eləyin. Keep right. Sağla davam eləyin. Don't disturb. Narahat etməyin. Yəqin ki, burada sold out çıxıb. Tükəndi, satıldı. Kassada ancaq onu görə bilərik də. Çünki pulla bağlı ancaq odur. Amma yenə də uyğun gəlmir. Cavab A çıxıb. Amma yəqin ki. Mind the step dolarda məsafə saxlayın. Biraz mənasız sualdır. 115-ə baxaq. Deyir ki, I know you are in trouble. Bilirəm ki, sən çətinlikdəsən. I think you have to consult a lawyer. Düşünürəm ki, deyir, hüquqşünasla məsləhətləşməlisən. Before making a decision. Qərar verməzdən əvvəl. Burada da deyir ki, bu məktubu yazmağın məqsədi nədir? Məqsəd odur ki, ona advice verir də, məsləhət verir. Give advice olacaq. C variantı. Nə yazmışdın Kenan bura? D variantı yazmışdım. Follow the advice. Yox. Axı burada deyə John deyir. Deyir ki, əziz John, bilirəm ki, çətinlikdəsən, amma belə eləməlisən. Follow the advice məsləhətə əməl eləməkdir. Məsləhəti Bəli, orada izləməkdir. hüquqşünasın məsləhətinə, yəni ona görə. Yox. Axı burada I think var. Düşünürəm ki, hüquqşünasla danışmalısan. Bu məsləhət verməkdir. Başa düşdün? Aydındır, bəli. Okey, burada da səhvlərimiz qurtardı. Rekordu dayandıraq. Keçək sözlərə.